Bu günlərim artıq 3-cü imtahanımızı verdik yukarıda. Yo, eve gitməm, Səbuya yazacağım. Bugün 5'e Səbu ile görüşdüm. Hiç görüşmüyoruz. Kızlar ama siz görüşmürük ya. İnşallah belə imtahandan çıxdılar, hamısını müzakirə edirlər. Bəli. İmtahanı inanamam ki, normal yazdım. Yəni kəsilməyəcəm də onu bilirəm əsas. 3-cü kursun 2-ci semestridir. Başlayacaq 2-ci semestri bitti də. Qocalarıq uşaqlar. Mən YouTube'a başlayan 3-cü kurs idim. 1-ci kursun 2-ci semestrində başlamışdım. Artıq 3-cü kursun 2-ci semestrinə keçirəcək. Sizdən saçlara baxın. Bu dəqiqə dondurup Bunlar öyle. Belə, keçlər. Həqiqətən yəni gözlərim yaşarır sübhə. Donuram. Gedək görəkdən bağlamam. Arkadaşlar bağlamam gəlmiş. Gedək yataq. Mən qar gördüm ya bu arada arzuda tutdum. Acı yağırdı belə. Parasız yapmaya saklamışdım ama çarpım şurada yatıp temizim gidelim. Gördüm yatarım. Görək nə var içində. Bu arada sizin xəbəriniz yoxdur. Amma mən pilatesa başlamışım. Ona görə pilates paltarı var içində. Bir də başqa şeylər demirəm də baxarsınız. Gəlin birinizim. Karnımı aldım. Ölürdüm yarışmasa heç deməmişdim. Yəni birinizim artıq alışverişini size göstereyim. Yaşıl saçla koleksiye ondan aldım. Normalde bundan alırdım. Bu da indirime düşmüştü. Dedim onu da sizin görmesem dedim. Bol çekilmezimiz yogur. Limonla atmışım. İndirirəm, zərəqqam var. Aha, indi gəlin tem bağlama açaq, görək içindən nələr çıxacaq. Depromo cırıram. Deməli, birinci buradan nə çıxır? Belə bir çanta vurmuşdum mavi rəngdə. İndi açıb buna tez baxaq. Genişdi belə. Çox genişdir, rəngi də çox qəşəngdir belə mavi rəngdə. Belə taxılmaqlı. Prosto bir dənə maniyə olacaq ki, qayla falan geyinəndə, qoluna keçirdəndə belə biraz narahat olur. Amma qəşəngdir. Amma altda yer var ya belə bayağı. Qəşəng belə. Bizə bir su neçəyə vurmuşdum bunu 13 manata falan. İndirmə düşmüşdü. Çox qəşəngdir. Əla, super. Muhteşəm. Ayda. Deməli bu nədir? Bunu başımıza bağlayacağıq. Bunların ağzı niyə? Hə, bir anlıq yaddaşım doldu. Göstərəm indi belə. Bu başımıza belə bağlamalıqdır. Çox şirin görsənirdi. İnşallah məndə də elə şirin görsənər. Qulaqlarım donur ona görə. Ay Allah. Ay da bu nədir? Amma şirindir. Belə deyəm, çantamla əslində bunları uyğunlaşdırıb almışdım ki, ikisi də belə mavidir. Mavi, masmavi. Yəni çox qəşəngdir belə. Bir dənə belə pilates corabıdır. İndi saat 3-də dərs var, gedəcəm, sizi də aparacağam yanımda. Gedərik, bu paltarlarımı da tez-tez giyinərik. Və gəlirik əsas dərstimizə, bu pilates dərstimizə. Əgər xoşuma gəlsə paylaşaram, siz də alarsınız. İçliyi də var özdə. Belə bir dənə topudur, topik. Sonra qara rəngdə, burası da belə məsələn belə giyinəndə buradan belə görsənəcək. Ay, ne qəşəng görsənir. Material da çox qəşəngdir, belə sürüşkənli, xoşuma gəldi. Sonra bu da belə onun şalvarıdır. Şalvarın da üstündən bir dənə ətəyi var belə. Ay, çox şirindir. Belə bağlamalarım da bu qədər idi. Mən gedim biraz istirahət eləyim. Bir-iki dənə video var, onları editləyəcəm. İdmana gedəndə sizi özümlə aparacağam. Görərsiniz, baxarsınız, görün nə qayırırıq. Əslində bir dərs getmişəm sadəcə. Bir dərs getdim, ondan sonra evə gəlmişəm. Ay Allah, bir-iki gün qarnımın bu pres hissələrim çox ağrıdı da. Amma okeydir. Pilatesə biz niyə başladım? O qədər oturaq vəziyyətdə qalıram ki, istər dərs oxumaq olsun, video editləmək olsun və yaxud da uzanıram, eləyirəm, hərəkətsiz qalıram da. Başa düşürsünüz, başlayıb belim ağrımağa. Da qocalırıq ya arkadaşlar. Üstümüzə düşməliyik. Çox şirin görsənirim. Yoxsa mən mi fazla şirinim? Siz nə var? Sizdə nə var, nə yox? Bir özünüzdən də danışın da, bir yorumları oxuyum da mən, nə olar ki? Heç nə yazmırsınız. Milli edirəm, hə? Hadi buyurun. Acım yar, bana yine sen lazımsın. Gel benim sultanım yarım. Demeliyim. Dedim Bravo Market'ten böyle orta dietik yer var akım. Dietik yerinde sağlam gıdalarınca öz aleminde satıldığım. Bu cipsini aldım. Çok qəşəng dadı. Allah. Sonra ne aldım? Bunu aldım. Yakın tuzlular. Bu süperdi. Bunun tadına bakın dikkatli. Allah. Şimdi elimi değiştireceğim. Biraz makyajımı tazeleyeyim. Hazırlanım. Kızlarla görüşeceğim. Onlara sözüm var ya da. Eğer o videomu izlememişsizse K-pop festivalinde buradan çıksın, buradan çıksın, buradan çıksın.
K-pop festivalında Məryəm demiş ki, bəs qırmızı paltar takımdacaq. Mən dedim sarı paltarı. Mərcə girmişdik ki, uduzan kofe ısmarlayacaq. Və mən uduzmuşdum. Ona görə də bir ildən qalmaq kofe sözümü yerinə yetirəcəm bu günlərim. Öyle edəcəm birazdan. Bürələndim arkadaşlar çünkü hava çox soyuqdu, dəhşət soyuqdu. Bir yaxarda qar yağırdı, bir sus. Balaca düşürdü. Elə bürülənmişəm ki, ayda 1 qram soyuğu hiss eləməyəcəm də. 1 qram üşümürəm də, az zarafatsız. Ot kiviyəm. Hərdən yana, hərdən buldum. Evet, budur. Və Məryəm gəlir. İmtahanlar var, imtahanlar hazır. Böyle çok maraqlı gün keçirdik. Bugünümüz de sonuna geldik. Sağ olun, salamat qalın. Hər abunə değilsə abunə olmağı, video beğenmeyi unutmayın. Bye bye. Kanala abone olun. Bəli. Sen videolarımın daimi qonaqları olmuşsunuz. Memnunum. Yox, nə deyirlər onda? Hər şad oluram. Memnun ve şad. Memnun və şad. Allah biraz danışandan sonra Azərbaycan'da unutma seni.